Salam. Bugün isə biz əsas feillərlə cümlə qurmağı öyrənəcəyik. Feil alman dilində verben deməkdir. Verb, feil və ben feillər mənasını verir. En sonluğu burada cəm şəkilsini təmsil edir. Alman dilində feillər bir neçə hissəyə ayrılır. Biz bugün regelmäßige Verben und unregelmäßige Verben, qaydalı feillər və qaydasız feillər olaraq iki yerə ayıra bilərik. Qaydalı feillərdən misal götürsək, bura kommen feilini misal gətirə bilərik. Başdan başlasam, machen etmək, gehen getmək, kommen gəlmək, wohnen yaşamaq. Fikir verirsinizsə, wohnen deyəndə h hərfini sözün ortasında oxumuram. Əgər h hərfindən öncə sait səs gəlirsə, o zaman sait səs uzun tələffüz olunur. H hərfi isə tələffüz olunmur sözün ortasında. Əgər h hərfindən əvvəl samit səs gəlsəydi, o zaman h hərfi tələffüz olunardı. Sait səs olduğuna görə, saitləri bilirsiniz, Azərbaycan dilində saysaq A, I, O, U, E, Ə, İ, Ö, Ü. Əgər bu saitlərdən biri h hərfinin önündə gələrsə, o zaman tələffüz olunmayacaq. Wohnen yaşamaq deməkdir. Sehen görmək, hören dinləmək, qulaq asmaq, arbeiten işləmək, essen yemək, kaufen almaq. Və şəxsə görə dəyişmədən kommen feilindən misal göstərəcəm. Gəlmək, kommen. Şəxs əvəzliklərini yazıram. Ich komme. Yəni, əgər mən ich ilə cümlə qururamsa, feilimin sonuna e sonluğunu yapıştırmalıyam. Du kommst. Yenə də bu kommen feilindəki sonluğu atıb yerinə st şəkilçisi qoyuram. Er, sie, es hər üçündə eyni olmaqla kommt olacaq. Yəni t şəkilçisi. Bu bütün feillərdə keçərlidir. Machendə də eyni ilə. Əgər şəxsə görə dəyişirəmsə, ich mache deyəcəm. Yəni sözün sonunda e olacaq. Du-la cümlə qururamsa, st şəkilçisini qoyacam sözün sonuna. Məsələn, du machst kimi. Yəni bu sonluqlar həmişə bütün feillərdə keçərlidir. Wir kommen şəklində qalır. Yəni feilin özü olduğu kimi qaldı. Ihr kommt. Kommt. Sadəcə t gəldi burada. Sonluqlar sie. Sie. Sonuncu z'lər isə yenə də eyni olaraq kommen şəklində olur. Demək ki, mən ich-lə cümlə qururamsa, feilin sonuna e yapışdırmalıyam. Du-la cümlə qururamsa, feilin sonuna st yapışdırmalıyam. Eya, zi, s-lə cümlə qururamsa, yəni üçüncü şəxslərdə eya, zi, s. Bu zaman feilin sonuna sadəcə t yapıştırmalıyam. Wir, biz, bu zaman feilin sonu n ilə bitir. Ihr, sizlər, feilin sonu t ilə bitir. Və sie, zi, bunlarda da eyni olmaqla feilin sonu n ilə bitir. Bunları əzbərləmək lazımdır və bütün feillərin sonuna bu şəkilçiləri yapışdıracaq. İndi isə kiçik cümlələr qurmaqla başlayaq. Şəxs əvəzliyini qoyaq, ikinci hissədə isə feilimizi qoya bilərik. Əlbəttə ki, biraz da uzatmaq olar cümlələrimizi. Bildiyimiz kimi, cümlənin ikinci hissəsində hər zaman feil olmalıdır. Əgər bizim cümləmizdə əsas feillərimiz varsa, yəni verben feillər deməkdir alman dilində. Machen, gehen, kommen, wohnen, sehen, hören, arbeiten, essen, kaufen və s. Gördüyünüz kimi, alman dilində feillərin sonluğu n sonluğu ilə bitir. Məstər şəkilçisi olaraq n-dir. Alman dilində, Azərbaycan dilində desək, etmək, getmək, gəlmək, yaşamaq, görmək və s. Cümlənin ikinci hissəsində feil qoyacağımıza görə bu hissədə feili qoyacağıq. Misal üçün, mən yaşayıram. Ich wohne. Wohne.
gördüyünüz kimi ilklə cümlə qururuqsa, feilin sonuna e-ni saxlayırıq. Ich wohne, mən Bakıda yaşayıram məsələn. Ich wohne in Baku. Bu şəkildə olar. Və yaxud da du ilə cümlədə feil seçəcəm. Du kommen feilini seçim. Du kommst. Burada sonluq st olacaq. Du kommst aus, sən gəlirsən Almaniyadan. Du kommst aus Deutschland. Bu zaman aus, yəni dan dəl şəkilsindən istifadə edirəm. Sən Almaniyadan gəlirsən. Bu şəkildə. Cümlənin ikinci hissəsində yenə də hərəkət bildirən feil olmalıdır. Bu hər zaman Alman dilində keçərlidir. Amma sual vermək istəsək, o zaman feili əvvələ gətirəcəyik ki, kommst du, eyni cümləni sual halına gətirirəm. Sadəcə feili əvvələ gətirməklə. Kommen feili əvvələ gəldi. Kommst du aus Deutschland, yenə də bu sözü yazıram. Deutschland. Bu şəkildə. İstədiyimiz feili şəxsin yanına qoya bilərik. Burada məsələn, zaman zərfindən də istifadə etmək olar. Heute bugün deməkdir. Heute. Misal üçün, mən bugün gəlirəm. Mən gəlirəm. Ich komme heute. Heute. Mən bugün gəlirəm. Mən gəlirəm, mən evə gəlirəm desəm, bu zaman ev sözünü mən böyük hərflə yazmalıyam. Çünki ev sözü isimdir. Nomen. Keçən dərsdə gördüyünüz kimi. Ich komme nach, bu bizim şəkilçimiz. Ich komme nach Hause. Bu zaman house sözü böyük hərflə yazılmalıdır. Bu şəkildə feillərimiz, feil sonluqlarını öyrənmək lazımdır. Ich komme, du kommst, sie, es kommt, wir kommen, ihr kommt, sie kommen. Yəni, mən gəlirəm, sən gəlirsən, o gəlir. Burada 3 dənə şəxs var. Biz gəlirik, sizlər gəlirsiniz. Çox adama aiddir bu. Onlar gəlirlər və rəsmi şəkildə siz gəlirsiniz. Machen feilindən desək, ich mache, mən edirəm. Gehen desək, ich gehe, mən gedirəm. Kommen, ich komme. Wohnen, ich wohne. Sehen, ich sehe, mən görürəm. Hören, ich höre Musik, mən musiqi dinləyirəm. Du hörst Musik. Bu zaman st, yəni st gəlməlidir sonunda. Du hörst Musik. Arbeiten, ich arbeite, mən işləyirəm. Ich arbeite, sözün sonu e-lə bitir. Buradakı kimi həmişə e-lə bitməlidir. Məsələn, mən işləyirəm məktəbdə. Ich arbeite in der Schule. Bu şəkildə. Essen feili, yemək. Ich esse pizza. Mən pizza yeyirəm. Kaufen, mən alıram. Ich kaufe einen Apfel. Mən bir alma alıram. Kaufendən sən desək, du kaufst einen Apfel. Sən bir alma alırsan. Apfel alma deməkdir və mən onun qarşısında artikel istifadə edirəm cümlə qurarkən. Artikellarla, isimlərlə cümlə qurmağı daha sonra öyrənək. Kaufen almaq deməkdir.